Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 25 vaqondan ibarət yük qatarı Biləcəri dəmiryol stansiyasından yola düşüb. Bugün 1 fevralda Rusiyadan Azərbaycan ərazisindən tranzit keçməklə ümumi çəkisi 1746 ton olan 25 ədəd taxıl yüklü vaqon Ermənistana göndərilib. Daha sonra qatar Gürcüstana keçəcək, oradan isə Ermənistanın Dalarik stansiyasına gedəcək. Qeyd edək ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 285 taxıl vaqonu taxıl göndərilib. Amerikalılar bilməlidir ki, İrana qarşı növbəti müharibəyə başlasalar, bu dəfə regional münaqişəyə çevriləcək. Bu sözləri İranın ali dini lideri Əli Xameyni deyib. Xameyni İranlıları ABŞ prezidenti Donald Trump'ın təhdidlərindən qorxmamağa çağırıb. Hərbə ilk biz başlamırıq və hər hansı bir ölkəyə hücum etmək istəmirik. Lakin İran xalqı hücum edən və zərər verən tərəfə sərt cavab verəcək.